Əminəm ki, bu obraz sizə tanış gəlir. Bu məşhur Peggy Guggenheim Venesiyada olan şəklinə bənzəyir. Salam, mən bugün sizlərə müasir incəsənətin tanınmasında və qaleriya biznesinin inkişafında inqilab etmiş bir qadının həyat hekayəsini danışmaq istəyirəm. Peggy Guggenheim. Bilirəm, çoxunuz deyəcəksiniz ki, zəngin bir yəhudi qadın milyonlarla dollar sərf edib sənət əsərləri alıb. Xeyr dostlar, hər şey göründüyü qədər sadə deyil. Mən Wikipedia məqalələrini sizə təkrarlamayacağam, amma sizə Peggy'nin müasir incəsənət dünyasında bu qədər əhəmiyyətli şəxsiyyətə çevrilməsinin səbəblərini və ən əsası bu sahəni necə dəyişdirdiyini danışacağam. İnanın ki, o xərclənən pullar burada danışa biləcəyimiz ən son şeydir. Gəlin əvvəlcə onun ailə tarixçəsinə qısa bir nəzər yetirək. Peggy Guggenheim 1898-ci ildə hədsiz varlı Yəhudi Guggenheim ailəsində anadan olub. Qeyd etmək lazımdır ki, onun atası Benjamin varlı Guggenheim nəslindən idisə, anası Florette Seligman da çox imkanlı bir ailələrdən gəlirdi. Anasının ailəsi Amerikanın əsas bankirləri idi. Halbuki atasının ailəsi Guggenheim nəsli 19-cu əsrin sonundan başlayaraq dünya üzrə dağ mədən sənayesinin 80%-nə nəzarət edirdi. Yeri gəlmişkən New Yorkdakı Guggenheim muzeyi haqqında da bir söz deyim sizə. Bu muzey yarandığı ilk gündən Peggy'nin əmisi Solomon Guggenheim'a məxsus olub. Amma bu haqda az sonra. Hədsiz var dövlətə sahib olmasına baxmayaraq, Peggy hər zaman qeyd edərdi ki, uşaqlığında çox bədbəxt idi. Atası heç bir zaman evdə olmazdı. Bu vaxtını saysız hesabsız məşğulələri ilə keçirərdi. Anası isə ruhsal olaraq normal deyildi. Nəticədə Peggy və onun iki bacısı valideyn sevgisindən məhrum şəkildə böyüyürdülər və milyonlarla dollar bu boşluğu heç cürə doldura bilmirdi. Həyatının ən ağır depressiyasını Peggy Avropadan New York'a Titanic'də qayıdan atasının itkisi ilə yaşadı. Titanic filmində hətta onun atası ilə bağlı bir epizod da var. Batan gəmidə ən yaxşı paltarını geyinib, əlində qədəhlə bu sözlərlə həyatı ilə vidalaşır. Batırıqsa bir gentleman kimi gedək. Gəmidə məşuqəsi ilə olan Peggy'nin atası ölür, məşuqəsi isə sağ qalır. Peggy atasının ölümünü qəbul edə bilmirdi və 1919-cu ildə 21 yaşlı Peggy atasının birbaşa varisi kimi 2,5 milyon dollara sahib olur. İndiki dövrdə bu məbləğ 45 milyon dollara bərabərdir. Amma bu məbləğ digər Guggenheim nəslinin üzvləri üçün o qədər də böyük məbləğ hesab edilmirdi. Peggy əsl Yəhudi idi və bir Yəhudi kimi pulun da qədrini bilirdi. Başa düşürdü ki, o bu pulu çoxaltmalıdır. O Manhattan'da yerləşən avangard kitab mağazasında işləməyə başlayır. Məhz burada o New York'un Bogema cəmiyyətinin nümayəndələri ilə tanış olmağa başlayır və 20-ci ildə Parisə yola düşür. Parisdə Peggy o dövrün müasir incəsənətində özünə ad etməyə başlayan 3 nəfərlə tanış olur. Fotoqraf Man Ray, heykəltaraş Konstantin Brancusi və rəssam Marcel Duchamp. Məhz Marcel Duchamp Peggy'ni Fransada yeni yaranmağa başlayan kubizm, dadaizm, sürrealizm və digər yeni cərəyanların rəssamları ilə tanış edib. Bu adları indi bütün dünya tanıyır. Halbuki 20-ci əsrin əvvəllərində onları heç kim ciddiyə almırdı. Peggy'nin kolleksioner və qalerist yolunu danışmazdan öncə onun incəsənətə olan bağlılığını izah etmək istərdim. Bu arada Peggy özünə art addict, yəni incəsənətə alüdə olan birisi kimi adlandırardı. Onun müsahibələri ilə tanış olduqdan sonra düşündüm ki, dünyanın ən zəngin ailələrinin birində doğulmasına baxmayaraq, Peggy ailəsini hər zaman burjua, yəni görməmiş, əlləri təzə pula çatmış kimi qəbul edərdi və bundan çox əziyyət çəkərdi. O sanki ailəsindən utanırdı və dünyanın Bogema cəmiyyətinə üst tutmasından, avangard tərzdə geyinməsinin əsl səbəbi görməmiş hesab etdiyi Guggenheim ailəsindən
seçilmək üçün idi. Bu arada bir gülməli məqamı da qeyd etmək istəyirəm. Peggy özünü bogema cəmiyyətinin bir parçası kimi göstərsə də, o heç bir zaman əsl bogema deyildi. Yəni nə opium çəkərdi, nə də alkoqol içərdi. İndi təsəvvür edin ki, Peggy Guggenheim o dərəcədə ailəsindən utanırdı ki, 22-ci ildə 24 yaşında ikən yazıcı Lawrence Vale ilə evlənir və bu evlilikdən 2 uşağı olur. Lakin evlilik uğursuz olur və 1930-cu ildə Peggy boşanır. Boşandıqdan sonra kişilərlə saysız hesabsız əlaqələrə girir. Biri bitir, digəri başlayır və hər yeni romanı bitən kimi Peggy özünü səyahətə verir. Bunu izləyən yaxın rəfiqəsi ona belə bir məktub yazır. Əziz Peggy, bəlkə həyatının enerjisini tək kişilərə deyil, daha mühüm və vacib şeylərə sərf edəsən. Məsələn, incəsənət adamlarına dəstək olaraq ya nəşriyyat evi, ya da rəsm qalereyası açasan. Bu sözləri oxuyan Peggy öz qalereyasını açmağa qərar verir. Beləliklə, Peggy Guggenheim'ın incəsənətə aparan zəngin yolu başlayır. Onun haqqında daha sonra bu sözləri deyəcəklər. Art was her recovery from hard life. İncəsənət onu çətin həyatından xilas etdi. Peggy ilk qalereyasını Londonda 38-ci ildə açır. O zamanlar Peggy Avropanın klassik incəsənət dünyasında qəbul edilməyən, ciddiyə alınmayan rəssam və heykəltaraşların işlərini sərgiləməyə başladı. Müasir incəsənətin üzvləri kimi tanınan bu incəsənət adamlarını Peggy'yə tövsiyə edən məhz onun dostu, rəssam və heykəltaraş Marcel Duchamp idi. O sərgilədiyi rəssamlardan bir işi alaraq öz kolleksiyasını toplamağa başlayır. Bəzən bəyənib alardı, bəzən isə rəssama yazığı gəldiyi üçün. Peggy'nin qalereyası çox qısa zamanda məşhurlaşır. Lakin biznes olaraq illik 600 funt sterling itkiyə gedir. Bunu görən Peggy düşünür ki, o müasir incəsənət muzeyi yaratmalıdır. Londondakı Tate Modern muzeyi ilə danışıqlara başlayır, lakin Tate Modern Peggy'yə imtina edir. Çünki Tate Modern muzeyi o dövrün müasir incəsənət işlərini riskli və dəyərsiz hesab edirdi. Rəy cavabı alan Peggy müasir incəsənət muzeyini tək başına yaratmağa qərar verir və bu iş üçün $40,000 vəsait ayırır və incəsənət əsərlərini almaq üçün Parisə yola düşür. Lakin Peggy Parisə puldan əlavə çox dəyərli bir şey özü ilə götürür. Dostu və incəsənət eksperti sayılan Herbert Reed'in verdiyi siyahı. Məhz bu siyahıda Peggy'nin almalı olduğu rəssam və heykəltaraşların adları olur. Onların arasında Picasso, René Magritte, Dali, Man Ray, Chagall kimi rəssamların işləri yer alır. Adətən qlobal fəlakətlər həmişə yeni doğulan imkanlardır və Peggy başlayan 2-ci Dünya müharibəsinin verdiyi imkanlardan istifadə edir. 20-ci əsrin 30-cu illərinin sonunda Paris yaxınlaşan Alman təhlükəsini hiss edir və Peggy gənc rəssamların əsərlərini çox ucuz qiymətə alaraq qabağa düşür. Burada Konstantin Brankuzinin heykəllərindən birini bəyənən Peggy'nin özünün danışdığı bir hekayəni diqqətinizə çatdırmaq istəyirəm. Bird in Space adlı heykəl mənim ən çox sevdiyim əsər idi və mən onu görmək üçün hər gün Brankuzinin studiyasına gedərdim və bir gün düşürdüm. Görəsən onunla yatsam, əsəri mənə daha ucuza sata bilər. Nəticədə Peggy əsəri ucuza alır, bəli. Amma heykəltaraşla yatmağa ehtiyac qalmır. Almanlar Parisə artıq girirdilər və Brankuzi çarəsizlikdən əsəri Peggy'yə ucuz qiymətə satır. İkinci Dünya müharibəsi demişkən, yəqin ki, çoxlarınızda sual yarandı ki, Yəhudi olan Peggy Guggenheim özünü və böyük kolleksiyasını necə xilas edir? İlk öncə Peggy Louvre muzeyinə üst tutur və xahiş edir ki, onun kolleksiyasını Louvre almanlardan gizlətsin. Lakin Louvre muzeyi Peggy'yə imtina edir. Çünki müasir incəsənət əsərləri Louvre muzeyi üçün heç bir dəyər kəsb etmirdi. Belə olan halda Peggy bütün kolleksiyanı ev əşyaları adı altında və başqa bir adı ilə Guggenheim adı altında yükü göndərə bilməzdi, çünki bu diqqət çəkə bilərdi və New Yorka gəmi ilə göndərir. Peggy New Yorka gəldikdə yeni qalereyasını açır.
Orada o nəinki gənc, tanınmayan Avropalı, həmçinin Amerikanlı incəsənət adamlarını ictimaiyyətə tanıtmağa başlayır. Amerikan incəsənətinin Peggy üçün ən qürur verici tapıntılarından biri də rəssam Jackson Pollock idi. Qaleriya açaraq Peggy eyni zamanda Out of the Century adlı qalmaqallı avtobioqrafik kitab yazır və New York cəmiyyətini bir-birinə qatır. 46-cı ildə isə New Yorkdan Avropaya qayıdır. Müharibədən sonra Peggy özünü Parisdə əvvəlki kimi rahat hiss edə bilmirdi və Venesiyaya üz tutaraq oranı öz yeni evi elan edir. Həmin ildə Venesiya Bienalesi baş tutur və boş olan Yunanistan pavilyonunda Peggy Guggenheim öz kolleksiyasını nümayiş etdirir və hamının da diqqətini çəkir. Daha sonra Venesiyada kök salmaq üçün Grand Kanalda yerləşən Palazzonu alır və orada həm özü yaşayır, həm də öz kolleksiyasını saxlayır. Daha sonra isə həftədə bir neçə gün Palazzonun qapısını bütün turistlərə açaraq çox qısa bir zamanda Venesiyada müasir incəsənətin mərkəzinə çevrilir. Onun evi yalnız muzey kimi deyil, Avropanın ən şıq gecə ziyafətləri verən bir salon kimi də tanınır. Dünyanın ən məşhur incəsənət adamları bu ziyafətlərdə iştirak edərdilər. Və qeyd etmək istərdim ki, yalnız 2 dəfə ailə həyatı quran Peggy'nin mindən çox məşuqları olub. Bir dəfə ona sual verirlər. Sizdə neçə ər olub? O isə suala sual ilə cavab verir. Hansı ərlər? Mənimkilər, yoxsa özgələrininki? Maraqlıdır ki, 60-cı illərdə Peggy demək olar ki, incəsənət əsərləri almır. Peggy təzə məşhurlaşmağa başlayan pop art incəsənətini sevmir, qəbul etmir və hirslənərdi ki, niyə müasir incəsənətin qiymətləri bu qədər bahalaşır? Bax, bu yerdə mən çox təəccübləndim. Çünki 20-ci illərdə başa düşülməyən müasir incəsənətin qəbul edilməsini böyük pullar və güc sərf edən Peggy artıq tanınan və dəyər verilən müasir incəsənəti özü tənqid edirdi. Sağ olsaydı, mən mütləq ondan bunun səbəbini soruşardım. Yaxşı, diqqətimizi yayındırmayaq və qayıdaq Peggy'nin zəngin kolleksiyasına. Rəqəmlərə nəzər yetirək. Yahudi ki, Yahudi. Deməli, 30-cu illərdə $40,000 əldə etdiyi kolleksiya artıq 60-cı illərin sonunda milyonlar edirdi. Və ölümün yaxınlaşdığını hiss edən Peggy kolleksiyanı müxtəlif muzeylərə hədiyyə etməyə başlayır. Onların arasında vaxtilə onu rədd edən Tate Modern muzeyi böyük məmnuniyyətlə onun kolleksiyasının bir hissəsini qəbul edir. Münasibətləri gərgin olan digər muzey isə əmisinin muzeyi olan New Yorkdakı Solomon Guggenheim muzeyidir. Bu muzeyin əsas kuratoru olan Baronessa Hilla von Rebay vaxtilə Peggy'ni bəyənmirdi. Onun zövqünü və topladığı kolleksiyanı çox vulqar və diletant hesab edərdi. Lakin 70-ci illərdə Solomon Guggenheim muzeyi Peggy'nin Venesiyadakı Palazzo və kolleksiyasını rəsmi olaraq qəbul edir. Peggy Guggenheim 79-cu ildə Venesiyada vəfat edir və beləliklə ailəsindən utanaraq seçilmək istəyən, dünya müasir incəsənətində inqilab törədən bir qadının hekayəsi sona çatır. Zənnimcə Peggy bunu bacardı, çünki Guggenheim soyadı səslənən kimi əksəriyyət Peggy Guggenheim'i xatırlayır və bu qadının hekayəsi məni bir xeyli düşündürdü. Dövrün qəbul edilmiş qaydalarının əksinə gedəndə yalnız özünə və öz seçiminə inam yekun nəticəyə gətirib çıxara bilər. Mənim üçün bu hekayə Yahudicə uğurlu investisiya hekayəsi deyil, xeyr. Çünki 30-cu illərdə tanınmayan, cəmiyyət tərəfindən rədd edilən incəsənət əsərlərini alan Peggy onların 30, 40, 50 il sonra bu qədər dəyərli olacağını hesablaya bilməzdi. O yalnız öz fikirlərini və hisslərinə arxalanaraq onları əldə edərdi. Çünki buna inanırdı. Məndən tez-tez soruşurlar, incəsənət əsərlərini necə seçib alıram? Mən sadəcə olaraq hiss etdiyim əsərləri əldə edirəm və eyni zamanda Barza İncəsənət Qalereyasının ekspertlərinə qulaq asaraq. Onların qiymətinin qalxıb-qalxmamasını isə qoy qızım illər sonra düşünsün. Mən onları indi zövqümü oxşamaq üçün alıram. Bəs siz
incəsənət əsərlərini necə seçib alırsınız? Cavablarınızı bu videonun altında qeyd edin, sizinlə müzakirə edək.